Жаль, я не знаю азербайджанского. Ничего не понял. А, Михаил, если ты даже знал бы азербайджанский, все равно ты nичего не понял. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. Çıxışım sarkazmdır və mənim bu sarkazm yönündə bir təklifim var. Təklifim budur ki, deputatlar da seçki ilə yox, imtahanla seçilsinlər. Bu qədər seçki təbliğatı, dövlət büdcəsindən pul xərcləmələr hamısı əbəsdir. Necə ki, müəllimlərə və həkimlərə sertifikasiya və imtahan keçirilir, deputatlar da onlardan əskik deyil ki, onlar da imtahanla seçilsin. Tutalım, Nizami rayonundan filan dairədən bir nəfər deputat seçilməlidir. Namizədlər də sənədlərini təqdim edirlər. İmtahan vaxtı müəyyən olunur və sınaq suallar tərtib olunur. Tutarım, birinci sınaq sualı. Namizədin əlinə bir yazılı kağız verilir və üzündən oxuması tələb olunur. Üzündən oxuya bilsə birinci sınaqdan keçir. İkinci sınaq, həmin namizəddən bayaqçı mətni alıb kənara qoyursan və deyirsən ki, bayaq oxuduğun mətndən heç olmasa bir-iki cümləni danış. Danışa bilsə, ikinci sınaqdan da keçir. Üçüncü sınaq, hər namizədi yumşaq bir kresloda oturdursan və Zahid Orucu da çağırırsan ki, gəl bir saat bunların qabağında danış. Bir saata hansı namizəd o kresloda yatmasa, üçüncü sınağa buraxılır. Üçüncü sınaqdan keçir. Sonuncu isə qabiliyyət imtahanıdır. Həmin namizədləri buraxırsan həyətə və 5-6 jurnalist də buraxırsan bunların yanına. Yaxınlaşıb sual verirlər. Kim dözməyib danışsa, xaric edilsin imtahandan. Danışmayanlar isə imtahanın qalibi olsun. Məncə, bütün Azərbaycan mənim bu seçki konsepsiyamdan bəhrələnəcək, adil, ədalətli bir məclis formalaşacaq. Mənə elə gəlir ki, hamınız məni dəstəkləyəcəksiniz. Rəyləriniz maraqlıdır.